Su, hava, torpaq, od. Bu dörd yaradıcı ünsür olmadan həyat mümkün deyil. Azərbaycan qədimdən bəri odlar yurdu adlanırdı. Bunun səbəbi neftlə alov şəklində torpaqdan çıxan qaz idi. Azərbaycan ən qədim neft mərkəzidir. Dünyada ilk neft buruğu 1847-ci ildə məhz Abşeronda qazılmış və bununla neft sənayesinin bünövrəsi qoyulmuşdu. O zamanlar bəşəriyyət hələ dərk etmirdi ki, bütün texnogen proseslər kimi neft hasilatının da əks tərəfi var. Bəzən insanların düşünülməmiş fəaliyyəti kör təbiətdən qorxunc fəlakətlərə gətirir. Hər il yer kürəsində 7 milyard ton yanacaq yandırılaraq 10 milyard ton oksigen məsrəf olunur. Alimlərin proqnozuna görə bunun nəticəsində 2020-ci ildə atmosferdə 12 milyard ton oksigen azalacaq. Havanın çirklənməsində nəqliyyat vasitələri, zavod və fabriklərin negativ rolu çox böyükdür. Onlar təkcə canlılar üçün deyil, cansız daşlar üçün belə təhlükəlidir. Qədim Ellad abidələri son 20 il ərzində atmosfer çirklənməsindən daha çox zərər çəkib, nəinki 25 əsr dövrdə baş verən müharibələrdən. İri megapolisləri bürüyən ölümcül dumanlar insanları məhv edir. 1952-ci ildə Londona düşmüş böyük smog 4 gün ərzində 12 min insanın həyatını apardı. İnsan qəddarcasına planetin su hövzələrini də çirkləndirir. Hər il neft tankerlərinin qəzası qeydə alınır, 100 minlərlə ton neft okeana dağılır. Neftin cəmi 1 litri 40 milyon litr dəniz suyunu oksigendən məhrum edir. Bugün demək olar ki, dünya okeanlarının 30%-i neft örtüyü altında boğulur. Təbii ki, bugün havanın çirklənməsi, qlobal iqlim dəyişmələri və enerji təhlükəsizliyi bəşəriyyəti narahat edən ən əsas problemlərdəndir. Onların həlli üçün müxtəlif vasitələr təklif edilir. O cümlədən bərpa olunan və alternativ enerji mənbələrindən istifadə etmək. Coğrafi mövqeyi və iqlim şəraitinə görə Azərbaycanda bunun üçün çox əlverişli imkanlar var. Enerji daşıyıcıları istehsalçısı olmasına baxmayaraq, dövlət neft şirkəti də həmin istiqamətdə davamlı tədbirlər həyata keçirir. Öz fəaliyyət sahələrində alternativ enerjidən geniş istifadə edir. Məsələn, şirkət tərəfindən salınan ekoloji parkda hər birinin gücü 10 kWh olan 4 ədəd külək generatoru və ümumi layihə gücü 20 kWh təşkil edən günəş panelləri quraşdırılıb ki, onlar həmin ərazinin enerji tələbatını tam təmin edir. 2000-ci ildə imzalanan Kyoto protokolunun tələblərinə uyğun olaraq tullanmış qazların nəzarətdə saxlanılması üçün müasir avadanlıq və qaz analizatorları ilə təchiz edilmiş 3 ekoloji ölçmə məntəqəsi tikilmişdir. Digər mühüm problem torpağın neftlə çirklənməsi və bunun nəticəsində həmin ərazidə biosenozun məhv olmasıdır. Azərbaycanda ötən dövrdə təxminən 5000 hektar torpaq neftlə çirklənib yararsız vəziyyətə düşmüşdü. Bugün onların 1000 hektar artıq təmizlənib. Bərpa olunan ərazidə minlərlə ağac əkilib. O cümlədən 30 hektarlıq nadir bitkilərdən ibarət ekoloji park salınıb. 2015-ci ilə qədər, yəni paytaxtımızda ilk dəfə Avropa oyunlarının keçirilməsi üçün Abşeron yarımadasında bütün neftlə çirklənmiş ərazilərin təmizlənməsi başa çatdırılacaq. Qara şəhər adlanan ərazidən neft emalı zavodları köçürüləcək. Neft müəssisələrində yaranan toksik tullantıları və qazma şlamının utilizasiyası üçün ən son nailiyyətlərə əsasən yeni tullantı mərkəzi tikilərək 2014-cü ildə istismara veriləcək. Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Xəzər dənizinin çirklənməkdən qorunması üzrə bəzi tədbirlər haqqında sərəncam imzalamışdır. Bunun nəticəsində geniş miqyaslı işlər görüldü. O cümlədən çoxsaylı su təmizləyici qurğular dənizdə quraşdırıldı. 2013-cü il avqustun 23-də isə əsrin müqaviləsi üzrə BP Azərbaycan şirkəti ilə işlənilən Azəri Çıraq Günəşli Yataqlar blokuna daxil olan Çıraq neft yatağında həyata keçirilən və Prezident İlham Əliyevin 2010-cu ildə ekologiya ili çərçivəsində vermiş olduğu tapşırığa uyğun olaraq icrasına başlanılmış layihə uğurla nəticələndi. Şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldılmasına nail olundu. Bu, dövlət neft şirkəti ilə BP Azərbaycan şirkətinin arasında hasilat zamanı ətraf mühitin qorunması sahəsində aparılan çox illik əməkdaşlığın yeni bir nailiyyəti idi.
2012-ci ildə Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının 10 illiyinə həsr olunmuş forumda səmt qazının yandırılmasının azaldılması istiqamətində olan layihələr nominasiyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdim etdiyi 28 may və neft daşları yatağında səmt qazının utilizasiyası layihəsi Dünya Bankı tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Award Excellence ali mükafata layiq görülmüşdür. Respublikamızda geniş miqyaslı ekoloji aksiyalar artıq bir ənənəyə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi ekoloji siyasətin məntiqi addımlarından biri də məktəblilərin ekoloji problemlərin həllinə cəlb edilməsidir. Gənclər ili elan olunan 2007-ci il həm də Azərbaycan məktəblilərinin ətraf mühitin mühafizəsi İNEPO Avrasiya Layihə Olimpiyadasının yaranması tarixi oldu. Həmin ildən Bakı dünya məktəblilərinin ekoloji hərəkatının paytaxtına çevrildi. İNEPO gənc nəslin diqqətini ekologiyaya, dünyanın diqqətini isə Azərbaycana cəlb etdi. Azərbaycanda ekoloji problemlərin həlli ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi ekologiya siyasətinin Azərbaycan Respublikası ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı ekoloji milli və dövlət proqramlarının sayəsində həyata keçirilir. Bütün bunların nəticəsidir ki, bugün Azərbaycanın ekoloji vəziyyəti yaxşılaşmağa doğru dəyişir. Bugün neft sənayesi dünya iqtisadiyyatının aparıcı sahəsidir. Lakin insanlar qara qızıl əldə etmək üçün bəzən daha qiymətli dəyərləri unudurlar. Neft, qaz xüsusi diqqət tələb edən nemətlərdir. Bunu təkcə neftçilər deyil, hər kəs anlamalıdır. Planetimiz necə də gözəldir. Ey insanlar, gəlin onu qoruyaq, dağılmağa qoymayaq.